Salam əziz tamaşaçılar, Aran Ağcabədi internet televiziyasının efirində xoş gördük sizləri. Bugünkü qonaqlarım nə tanınmış insanlar, nə hansısa idarə, müəssisə, təşkilat rəhbərləri deyil. Onlar sadəcə məktəblidirlər, şagirddirlər. Amma cəmiyyətimiz üçün vacib, əhəmiyyətli çağırışlar etmək üçün buradadırlar. Bildiyiniz kimi, Ağcabədi rayon İcra Hakimiyyətinin təşəbbüsü, Ağcabədi rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin və Aran qəzetinin birbaşa iştirakı ilə rayonumuzun ümumi təhsil məktəblərində uşaq və yeniyetmələrin hüquq və vəzifələri mövzusunda maarifləndirici görüşlər keçirilir. Konstitusiya və suverenlik ili çərçivəsində keçirilən bu görüşlərdə şagirdlərə onların hüquq və vəzifələri, eyni zamanda erkən nigahlar, zərərli vərdişlər, qohum evlilikləri barədə maarifləndirici söhbətlər edilir. Bu söhbətlər zamanı, bu görüşlər zamanı bizi məyus edən məqamlar da olur, sevindirən məqamlar da. Məyus edən məqamlardan birini vurğulayacağım. Bildiyiniz kimi biz şagirdlərlə söhbətlər zamanı belə deyək, onların şiddətə, zorakılığa məruz qaldıqda, təhsildən yayındırıldıqda hara müraciət etmələrini, yəni ilk addım olaraq hara müraciət etməli olduqlarını izah edərkən, ilk növbədə məktəbin psixoloqlarına, uşaq birliklərinin rəhbərlərinə müraciət etməli olduqlarını söyləyirik. Amma çox təəssüf ki, bəzi məktəblərdə psixoloqların heç özlərini müdafiə etməyəcək bir gücdə olduqlarını gördük. Və bu təbii ki, məyus edici məqamdır ki, o özünü müdafiə edə bilməyən şəxslər uşaqların hüquqlarını necə müdafiə edəcəkdir. Amma sevindirici məqamlar da vardı, belə deyim, psixoloqların işinin göründüyü məktəblər də vardı. Eyni zamanda şagirdlər arasında da pasiv və fəal şagirdlərə rast gəlirdi ki, mən bu aktiv uşaqların, fəal uşaqları gördükcə onların əlaqə vasitələrini, adlarını qeyd edərək özümlə götürürəm. Çünki sonralar da onlarla işləmək, sonralar da onların, belə deyək, baxışlarından, çağırışlarından cəmiyyətimiz üçün istifadə etmək istəyirdim. Bugünkü qonaqlarım da elə təqdim etmək istəyərdim. Afşar kənd 1 saylı tam orta məktəbin şagirdi Quliyeva Gülay və Afşar kənd 3 saylı məktəbin şagirdi Ülviyə Aliyeva. Xoş gördük sizin hər birinizi. Qızlar, açığını deyim, biz Afşar kəndinə gedərkən digər məktəblərdən daha fərqli, belə deyim, daha geniş, əhatəli bir çıxış hazırlayaraq özümüz üçün getmişdik ki, çünki bildiyimiz kimi Afşar kəndi erkən nigahların və qohum evliliklərinin daha çox qeydə alındığı kəndlərdəndir. Və biz gedərkən, şagirdlərlə görüşərkən xəyalımızdakı belə şagirdlər vardı ki, valideynlər onu erkən nigaha təhrik etdikdə, təhsildən yayındırdıqda valideynim deyir, nə deyə bilərəm ki deyib, boyun əyən qızlar görəcəyimizi təsəvvür edirdik. Amma biz orada demək olar ki, heç danışa bilmədik. Çünki sizlər danışdınız həqiqətən və mən orada öz hüquqlarını bilən, kənddəki ab-havanı çox gözəl görən, çox gözəl analiz edə bilən qızlar gördük. Və qızların, belə deyim, təhsil almasının tərəfdarı olan qızlar gördük. Elə gəlin o zaman təhsildən başlayaq ki, sizcə, yəni təhsil qızlarımız üçün, hər kəs üçün vacibdir, amma qızlarımız üçün təhsil yaxud hansısa peşəyə yiyələnmək nəyə görə gərəklidir, nəyə görə əhəmiyyətlidir? Gülay, elə səndən başlayaq. Təhsil ən önəmlisi qızlar üçün önəmlidir. Çünki təhsil alan bir şəxs, nəinki qız, hətta bir oğlan da təhsil alan zaman o öz hüququnu qoruya bilər və öz ayaqları üstünə gələcəkdə dura bilər. Məsələn, təhsil almış bir şəxs gələcəkdə heç kəsdən asılı deyil, öz azad fikri olmalıdır və təhsil alarkən o hər bir şeyi anlayır və başa düşür. Məsələn, qızlar erkən nigaha daxil olan zaman təhsil alan qızlar düşünür və bilir hara müraciət etməlidir və bir valideynlərə, yəni necə deyim, valideynlərin özlərini müdafiə etməyə bacarırlar. Amma ki, təhsil almamış qız özünü müdafiə edə bilmir. Deyir, əşi, valideynim nə dedi? Hə, o da olsun. Amma təhsil alıb, gələcəkdə öz ayaqları üstünə duran hər bir qadının, yəni ki, karyerası olur. Təhsil almaq bizim üçün önəmlidir və gələcəkdə, yəni müəyyən yaşdan sonra evlilik həyatı olur.
hər bir kəsdə olur və biz təhsil alsaq, gələcəkdə qızlar təhsil alırsa, öz uşaqlarına çox yaxşı bir nümunə ola bilər və təhsil almaq bunun üçün önəmlidir ki, gələcək nəsillərə yaxşı nümunə olaq. Yəni təhsil çox önəmlidir. Hər bir şeydən ön planda təhsil olmalıdır. Mən də yəni təhsil almış hər bir kəsi dəstəkləyirəm. Nə gözəl. Sənin fikirlərini öyrənək qızım. Mənə görə təhsil almış qızlar onu bilirlər ki, erkən yaşda ailə qurmaq və zorakılıq qismət saymırlar. Onlar zorakılıqla mübarizə aparmağı bilirlər, öz hüquqlarını bilirlər və zorakılığa qarşı zorakılıqla yaşamağın məcburi olmadığını da bilirlər və heç vaxt susmurlar. Təhsilli qadın və təhsilsiz qadın arasında çox bir fərq var. Təhsilli qadın gələcək nəslə daha yaxşı formalaşdırır. Öz uşaqlarını da təhsil vermək istəyir. Həm də belə düşünürəm ki, təhsilli qadın təhsilli cəmiyyət deməkdir və təhsilli cəmiyyət isə güclü cəmiyyətin təməlidir. Hər bir şəxsin ön planı təhsil olmalıdır. Əlbəttə ki, ailə qurulacaq, əlbəttə ki, digər işlər olunacaq, amma hər şeydən ilk təhsil gəlir. Hər şey vaxtında gözəldir. İlk təhsil hamısından daha vacibdir. Çox gözəl fikirləriniz üçün. Mən bir şey, yəni indi bayaq qeyd elədik ki, erkən nikahlar məhz bu kəndlərdə daha çox qeydə alınır. Sizcə səbəblər nədir? Yəni hansı səbəblərdən? Bax keçən dəfə biz sizlərlə məktəbdə müzakirə edərkən yoldaşlarınız da bəzi səbəblər göstərdi. Bax siz hansı səbəbləri göstərirsiniz? Yəni müşahidə edirsiniz ki, bu səbəblər yəni erkən evliliklərə səbəb olur. Yəni valideynlərin fikri məhz övladını erkən evliliyə cəlb etmək olur. Məncə bunun ən böyük səbəblərindən biri təhsilsizlikdir. Çünki valideynlərdə də elə uşaqların özlərində də məhz. Çünki valideyn təhsilsiz olduqda o düşünür ki, mən təhsil almamışam. Neynəmişəm ki, övladım da təhsil alıb neynəsin? Elə düşünürlər. Bunun da ən böyük səbəbi elə buradan gəlir ki, təhsilsizlikdir. O qızda da təhsil olmadığına görə valideyni nə deyirsə onunla gedir. Öz hüquqlarını bilmirlər. Hara müraciət edəcəklərini bilmirlər. Ona görə də erkən yaşda evliliyi qismət sayıb bunu qəbul edirlər. Mənə görə ən böyük səbəblərdən biri budur. Amma belə ki, kəndlərdə başqa səbəblər də var ki, məsələn, uşaq yaşdan göbək kəsti eləyirlər ki, biz, bu qızı verdik sənə, artıq oldu sənin. Əlbəttə ki, o qız 15 yaşına çatır, oğlan bundan 10 yaş böyüydü. Oğlan valideyn deyir ki, mənim oğlumun evlənmək yaşı gəldi, sən də qızı sözümü mənə vermişsin də, verməlisən. Valideyn də artıq məcbur qalır. Amma əslində məcbur qalmaq elə yenə də təhsilsizlikdən gəlir. O bilməlidir ki, məcbur qalınacaq heç bir şey yoxdur. Onun əgər təhsili savadı olsa bilməlidir ki, nə qədər oğlanın valideyni, nə qədər söz verilsə də onun övladı birinci növbədə təhsil almalıdır. Birinci növbədə öz hüquqlarını bilməli, öz gələcək seçimini etməli, öz ayaqları üzərində durmağı bacarmalıdır. Bəli, əşya kimi davranılmamalı. Belə verdim, getsin. Başqa səbəblər Gülayım? Başqa səbəb, yəni Gülbə yaxşı vururlar ki, təhsilsizlik. Təhsil almırlar. Sadəcə onu bilirlər ki, bir qızın 15 yaşı olur, oğlanın 30 yaşı olur. Gəlir, elçi gəlirlər. Yəni oğlan tərəfdə çox günah var. Siz nətər 30 yaşlı bir şəxsə 15 yaşlı qızı, yəni yaşının yarı və yarı aşağısını siz nətər ona layiq görürsünüz? Bir. İkinci səbəb məncə odur ki, qızın valideyni deyir ki, yaxşı qismətdir, pulludur, nətərə heç nə olmaz. Sən bu il gəl nişanlan, sən məktəb, qız təhsil ala. Sən gəl nişanlan, sən məktəbini qutarandan sonra evlilik qurarsan və yaşayarsan. Yəni orta təhsildən gedir, məktəbsin. Bəli. Sonra isə bir il keçir, oğlan tərəf deyir ki, mənim oğlumun yaşı gedir, məcbur toy edirlər. Yəni qızın həyatı puç olur. Gedirlər, heç bir ay çəkmir, dalaş, qız gəlir oturur. Sonra yenə anası deyir ki, qızın anası, qohumu, əqrəbəyi, kəndçiyi, qızım sən get. Gedir 1-2 ildən sonra 2 uşaqla gəlir, oturur anasının evində. Yəni qızlarımız bayaqdan təhsilə valideyn pul ayırmağa, belə deyim, qıymırdı, amma indi artıq gəlib 2 uşaqla da saxlaya bilir onu. Ona görə də. Bəli, təhsilə pul ayırmağı qıymayan valideynlər öz qızlarına uşaq yaşdan cəhz alıb yığmağı necə də qıyırlar da. Və sonra qayıtdıqda da hətta uşaqlarını belə dediyimiz kimi saxlaya bilirlər. Yəni ki, uşaqdır, oxuyur.
Oxuyur deyəndə, yəni orta təhsillidir. Valideyn buna cehiz yığan zaman uşaq deyir ki, nə edirəm, mən onu alma. Görürsüz, uşaqlara elə həmin anla uşaqlara yükləyirlər ki, siz paltarı, gəzmə, uşaq kitab yox, cehiz. Bəli, uşaq deyir ki, mən bir yerə getmək istəyirəm, mənə bunu alın, edin. Amma valideyn deyir ki, əşiniyəsən, otur evdə, sənə cehiz alıram, bu puluna verirəm. Yəni bunu da valideynlər mən düşünürəm. Artıq belə deyim, şuuraltı olaraq uşaq cehiz yığmağa, ailə həyatına hazırlaşır. Bəli, hər bir şey ailədən o valideynlər və uşaqlara elə təsəvvür yaradılar ki, hər bir şey ailə qurmaqdan ibarətdir. Amma məncə elə deyil. Və bunların içərisində belə deyim, varlı bir oğlan çıxır, əldən verməmək, yaxud keçən dəfə sizin elə məktəbdə qızlardan hansısa vurğuladı ki, sizin kənddə ümumiyyətlə ağsaqqala böyük hörmət var. Yəni dəyər var, onun sözündən keçməmək var. Bunu hər birimiz bilirik. Və orada vurğulandı ki, bəzən də görürsünüz, hansısa bir ağsaqqalı gətirirlər və onun sözündən valideyn keçə bilmir. Çıxa bilmir, ona görə qurban kim gedir? Qızlar. Yəni də bizim qızlarımız. Gətirirlər ki, kəndciyi, ay qohumu, ay eləyi, nə olacaq ki, deyirlər, artıq qız valideyni də dediyiniz kimi ağsaqqaldır deyə onun sözündən keçənmir və öz qızlarını qurban edirlər. Amma bu çox səhv düşüncədir. Əlbəttə ki, ağsaqqal ola bilər, amma sizin qızınızın canından dəyərli deyil ki, qızınızın təhsilindən, qızınızın gələcəyindən dəyərli deyil ki. Bəs erkən nikahın qızlarımız üçün hansı problemlər yaradır? Yenə də bu kəndlərdə müşahidə edirsiniz də, görürsünüz. Bax, ailə qururlar. Hansı problemlərə gətirib çıxarır bu? Bir şey danışım sizə. Qızın 17 yaşı var imiş. Gedib toyları olubdu. Qız evə gələndən sonra deyib ki, elə hər şey oynadı, qutardı. Mən niyə öz evimizə getmirəm? Aha. Yəni bu. Gör, təsəvvür eləyin, gör o hələ bir uşaq düşüncəsi və onu birdən-birə ailə həyatına atırıq. Birdən-birə ondan uşaq saxlamaq, böyükləri evdəki ailə üzvlərinə qulluq etmək, xidmət etmək. Təbii ki, ailə dəyərlərimizi qorumaq lazımdır. Ailə hər kəsə lazım, amma vaxtında ona yetişkin hazır olmalıdır bizim qızlarımız. Elə onu demək istəyirəm ki, erkən yaşda evlilik sadəcə fiziki deyil, psixoloji problemlərə də yol açır. O daha özü uşaq vaxtdan bir qucağına gətirib bir uşaq qoyurlar. Bu özünə baxsın, uşağa baxsın, evdəki ailəyə baxsın. Yəni özü hələ ağlı tam formalaşmamış, o uşağı necə saxlaya bilər, o uşağı necə böyüdə bilər, bir bunu düşünmək lazımdır. Bəli, bu da psixoloji sarsıntılara gətirib çıxarır, əsəb xəstəliklərinə gətirib çıxarır. Artıq bir də erkən yaşda evlilikdə, xüsusilə də atalar deyir ki, sənin bu artıq meydin qayıda bilər, mən səni verdim onlara. Qız da o uşağa baxa bilmir, uşaq bir tərəfdən ağlayır, evdə yoldaş, qaynana, qaynata problemləri qızları intihara təşəbbüs edirlər. Artıq onlar düşünürlər ki, tək çıxış yolu intihardır və bu bir ailəni məhv edir, bir qızın həyatı ilə sonlanır, bir uşaq yetim qalır. Yəni bunu düşünmək lazımdır. Bəli, bəli. Ya son vaxtlarda evdən qaçma halları, hansı ki evdən qaçıb kimlərə rast gəlir o qızlarımız? İnsan alverçilərinə, orqan alverçilərinə, yəni daha böyük bəlalara, daha böyük uçurumlara gedə bilər. Qızı erkən yaşda nikahlayırlar, qız qaçır. Sonra gedib otururlar televiziya, bəzi televiziya verilişlər var. Ağlayırlar ki, qızım qaçdı, qızımı tapın, tapıb gətirik, qoyurlar yanına. Bir ay keçməmiş yenə həmin vəziyyət düşür. Yəni bəli. Övladlarını çıxılmaz vəziyyətdə qoyurlar. Yəni hamı o zaman qızları suçlayır ki, o evdən qaçdı. Amma gəlin görək səbəb nədir? Bəli. Bu səbəbləri də. Elə bizim kəndin ən böyük problemlərindən biri odur ki, heç vaxt səbəbə baxmırlar, nəticəyə baxırlar. Qınamaq. Qınamaq. Eləcə də bizim kənddə qaçdı bir qız. Qaçdı da, onun günahı idi. Artıq onu evladlıqdan rədd eləməlidir. O qız qaydanda ana heç onun üstünə də götürməməlidir. Amma halbuki qız o anasına gəlir deyir ki, mən orada yaşamıram, orada zorakılığa məruz qalıram. Orada getmir də mənim həyatım. Ana deyir ki, heç nə olmaz da yoldaşındır. Nə deyirlər? Nə edirsən? Sən gör necə xoşbəxt həyatda yaşadılar. Sənin bir evin var, uşaqların, öz əynin, başın necə də yaxşıdır. Heç nə olmaz, heç nə olmaz deyə artıq ya o ölünəcək, özünə intihar edəcək, ya da qaçacaq da, başqa çıxış yolu yoxdur. Bizdə də ən böyük problemlərdən biri eləcə məncə də odur ki, səbəb yoxdur da, bizdə düşünmürlər ki, səbəb nədir. Ancaq nəticəyə baxırlar və ən çox yargılanan eləcə də qızlar olur. Qız gedib özünə bir şey eləyəndə valideyn deyir ki, ay Allah, evim yıxıldı. Sənin evin bilirsən nə vaxtdan yıxılır. Sən o qızı 16 yaşda
evləndirən zaman. Sən elə orada uşağın evin və özə evini yıxırsan. Sizin, yəni belə deyək, qızlarımıza indi təbii ki, mən düşünürəm ki, sizləri erkən nikaha kimsə vadar edə bilməz. Heç Amma vaxt. işdə də olarsa, bayaq dediyimiz o ağsaqqal söhbəti, bəlkə valideynlər keçə bilmədi, məcbur edərlərsə, nə edərsiniz? Hansı addımlar? Birincisi, məktəb psixoloqu və məktəb direktoru var. Yəni əllərində telefon olmayanlar üçün başqa yerə zaten məktəb direktoru və məktəb psixoloqu var və yaşadığın yerdədir. Yəni bizim kəndimiz özündədir. İkincisi isə uşaq hüquqları müdafiəsi var, polis var, polisə müraciət etmək olar. Amma belə bir şey deyim də, bəzi qızlar var ki, buna məcbur olunur. Amma ailə qorxusundan, ailə baskısına görə onlar deyəmirlər ki, mən istəmirəm də bunu, məcbur qalırlar. Mən elə o məqamı vurğulamaq istəyirəm. Sizin məktəblərdə, yəni 3 məktəb birləşmişdir. 1, 2, 3 saylı məktəblər. Və qızlarınızda mən onu hiss elədim ki, əslində hamısı hüququnu da bilir, hamısı o belə deyim, o prosesləri də bilir, pisi yaxşını ayırd edə bilir. Amma onların bir köməyə ehtiyacı var. Bəli. Onların bir dəstəyə ehtiyacı var. Yəni bir var kör-körənə, elə bil tabe olasan, deyəsən ki, atam belə deyir, belə də olmalıdır. Bir də var, sən bilirsən ki, ata düz etmir, ana düz etmir, amma ona boyun əyməyə məcbursan. Yəni bu vəziyyəti də gördüm və orada da bizim qızımız Gülay idi, səhv eləmirəmsə, bir təklif verdi ki, bu cür görüşlərə valideynləri çağırın. Əslində bəli, bu təşəbbüs olubdur, bir neçə dəfə olubdur. Sadəcə insanlar belə deyir də, iş güc adamları, hərənin öz işi, biri tutaq ki, kənddədir, biri kənardadır. O valideynləri toplamaq biraz çətin olur. Amma qızım, bax, burada meydan sizindir. O valideynlərə nə demək istəyirsiniz? Hansı çağırışları etmək istəyirsiniz? Xüsusən də yenə deyirəm, sizin kənddə müşahidə etdiyiniz məqamlar var. Hansı çağırışları etmək istəyirsiniz? Valideynlərə mən ilk öncə müraciət edirəm ki, qızlarınızı ən önəmlisi təhsil verib, gələcəkdə öz ayaqları üstündə durmağı, bacarmağı öyrətməlidirlər. Heç vaxt ön planda evlilik deyil, təhsil olmalıdır. Mən buradan valideynlərə səslənirəm. Bəzi valideynlər deyir ki, oxuyub nə edəsən, qoy səni evləndirək, get, ailə həyatı qur və ailən olsun. Amma heç vaxt bu düşüncə doğru düşüncə deyil məncə. Çünki ən önəmli təhsil almalıdır. Qızların təhsil almağı gələcəkdə onlar üçün çox yaxşıdır. Biz qızlar təhsil alıb, bayaq da vurğuladım ki, təhsil alıb gələcəyə çox yaxşı cəmiyyət üçün də yararlı çox yaxşı olar. Ona görə də mən valideynlərə çağırış etmək istəyirəm ki, qızlarınızı ən önəmlisi təhsil alın. Heç vaxt təhsildən öndə bir şey olmasın. Təhsili Gülay dedisə, onda mən də qızlarımızın ilk öncə hüquqlarını bilməsinə şərait yaradın. Onlar öz hüquqlarını bilməlidir ki, gələcəkdə cəmiyyət üçün layiqli bir insan olsunlar. Öz hüquqlarını bilməlidirlər ki, özlərini müdafiə edə bilsinlər. Sonra arzularını reallaşdırmağa imkan yaradın. Onları heç vaxt arzularını heç görməyin. Yəni onların arzularını heç vaxt arxa plana atmayın. Çünki qızların məncə ən böyük arzuları eləcə də oxuyub peşə sahibi olmaqdır, istədikləri peşəyə yiyələnməkdir. Bundan onları heç vaxt məhrum etməyin. Onların azad fikirləri olması, ifadə azadlıqları olmasına şərait yaradın. Onların heç vaxt fikirlərini boş görməyin də, yəni hər insanın özünə məxsus bir fikri var. Hörmətlə yanaşın. Bəli, hörmətlə yanaşın. Bəli. Onları istəmədikləri heç bir şeyə məcbur etməyin. Çünki bir insan bir şey istəmirsə, o şeydə heç vaxt xoşbəxt ola bilməz. Doğru. İstər ailə seçimi olsun, istər peşə seçimi olsun, bunun hər birində insanın içindən bir istək olmalıdır. O istəklə addım atanda, hərəkət edəndə onun nəticələri də gözəl olur, faydalı olur. Mən sizlərlə görüşdə həm də bir şeyi müşahidə elədim ki, yəqin ki, sizin məktəblərin rəhbərlikləri də sizə bu şəraiti yaradır. Bəzi məktəblərdə mən fikir verirəm, uşaqlar nəsə demək istəyirlər, amma gözləri ya direktorda olur, ya müəllimlərində olur ki, görün desəm, sonra cəzalandırılmaram ki. Amma sizin məktəblərdə mən bir şeydən müşahidə etdim ki, siz çox sərbəst idiniz, çox rahat idiniz. Yəni fikirlərinizi bəzən orada belə deyək də,
daha belə üsyankarcasına fikirləriniz oldu ki, onları çəkinmədən çox açıq şəkildə dediniz və heç də direktorlarınızın sizə qarşı bir baskısını görmədim. Və bu çox sevindirici bir haldır. Və mən sadəcə onu soruşmaq istərdim ki, ümumiyyətlə məktəblərinizdə bu kimi görüşlər keçirilirmi maarifləndirici zərərli vərdişlərə qarşı, erkən nikahlara qarşı? Bəli, eləcə də psixoloqumuz keçirir bunu. Ayda bir dəfə bu olur. Valideynlərlə də görüş olur. Əlbəttə ki, gəlməyənlər də olur çağırılanda, amma gələnlərlə də görüş olunur. Sonra isə şagirdlərlə də görüş keçirirlər. Amma mən düşünürəm ki, bu ifadə azadlığı daha çox ailədən gəlir. Eləcə də mənim ailəm deyir ki, bir yerdə burada deyirdim ki, sabah gedəcəm bir sahildə belə bir şey var, erkən nikah və zərərli vərdişlərə görə. Mənə deyirdilər ki, öz fikirlərin nədirsə çəkinmədən deyə bilərsən. Bunu direktorumuz da vurğulayırdı, psixoloqumuz da vurğulayırdı. Gəlməmişdən qabaq ki, nə fikriniz olsa, qalxın deyin. Nə gözəl. Nə gözəl. Ona görə olur, bəli. Ən azından biologiya dərslərimizdə biologiya müəllimimiz erkən nikahın zərərləri, fəsadları, yəni zərərli vərdişlərin fəsadları, psixoloqlarla çox danışıqlar olur. Yəni olur bizdə də. Bilirsiniz nətərdir? Bizə elə öyrədirlər ki, valideyn sonra isə bu məktəbdə formalaşır. Lazım olan yerdə öz hüququnu müdafiə edə bilərsən. Yəni məktəbdə məncə öyrədirlər bizə çox. Direktorumuz və bizim psixoloq müəllimlərimiz hər zaman bizə deyirlər ki, lazım olan yerdə öz hüququnuzu tələb edin. Ona görə də mən çox təşəkkür edirəm müəllimlərimizə. Nə gözəl, nə gözəl. Sizin ətrafınızda, qohumlarda, rəfiqələrdə, sinif yoldaşlarınızda təhsildən yayındırma, erkən nikaha vadar edilmə kimi hallar gördükdə heç ümumiyyətlə etirazınızı bildirə bilirsinizmi? Ya hansısa bir vasitə ilə buna mane olmağa çalışırsınızmı? Yoxsa çəkinirsiniz ki, yəni sonra mənim üçün, ailəm üçün problem yaranar? Çəkinmirəm. Bir qonşumuz var idi, qızı məktəbə yollanmırdı, evdə otuzdurmuşdu ki, təhsildən yayınmışdı. Bəli. Mən ona deyirdim ki, qızı qoy getsin məktəbə. Mən valideynlərim də deyirdi ki, qoy qız getsin məktəbə, təhsil alsın. Hər şeydən önəmli təhsil. O da deyir ki, heç nə olmaz, qoyun otursun evdə. Yəni, biz nə qədər desək də, mən və valideynlərim desə də xeyri yoxdur. Valideyn yenə öz bildiyini edir. Amma sən, belə deyim, vicdan borcundan çıxırsan, onu edirsən. Nə gözəl. Səndə elə bir hal olubmu? Bəli, mənim rəfiqəmdə də olub, sinif yoldaşımda da olub belə bir şey. Onu dediyim kimi göbək kəsdi məsələsi idi. Mən ona deyirdim ki, yox da, çox tezdir. Amma deyirdi ki, neyniyim, evdəkilər belə deyir, valideynlərim belə deyir. Eləcə də sinif yoldaşımda da olmuşdu, demişdim. Amma ki, bizim sözlərimiz onlar üçün, xüsusilə də valideynləri üçün heç bir əhəmiyyəti yoxdur. Demək ki, yenə də söz gəlir çıxır ki, valideynlərlə mütləq şəkildə maarifləndirici söhbətlər çox aparılmalıdır. Elə bir şey olsa, həqiqətən çox yaxşı olur. Bir şey demək istəyirəm. Qızlar buna qarşı gəlirlər ki, mən erkən nikah istəmirəm, mən məktəbə getmək istəyirəm. Bunu çox görmüşəm. Valideynlər onlara deyir ki, sən hələ uşaqsan, sən nə bilirsən ki? Sən hələ uşaqsan, sən nə bilirsən ki, sözü nədir? Əgər o hələ uşaqdırsa, onu niyə evləndirirsən? Onu niyə ailə qurmaq istəyirsən? O hələ uşaqdırsa, onu niyə təhsildən yayındırırsan? Onun kukla ilə oynayacağı vaxtda niyə əlinə uşaq verirsən sən onun axı? Nə gözəl, bəli, həqiqətən düzgün təhlildir. Bəzi valideynlər də var ki, uşağı bəzədir, toya yola salır ki, getsin orada kimsə tapsın. Yəni, yol verir. Bəli, elə olur. Bəli, yaşından böyük geyindirirlər, yaşlarından böyük salon. Mənim özüm də müşahidə etmişəm dəfələrlə ki, 13-14 yaşlı qızları 18 yaşlı qız kimi bəzədirlər. Onları, belə deyim, ayaqqabıları, geyimləri elə bir formada ki, sadəcə, belə deyək də, apardıqları toyda konkret olaraq valideynin məqsədini bilirsən. Bəli. Və çox da iyrənc, əcaib bir görünüşdür. Bir şey də deyim, bizim kənd axı böyük kənddir və hər kəs bir-birini tanıyırdı. Hər kəsin bir-birindən nömrəsi var. Daha çox belə şey olur ki, qızları paylaşırlar statuslarda. Bu qız reklam elinəcək bir əşya deyil ki, sən bunu reklam eləyirsən. Bilmirəm, qızları əşya kimi görmələrinə çox belə qıcıq oluram. Bəli, imkan verməməli. Ona görə də qızlarımız hüquqlarını bilməlidirlər. Hüquqlarından istifadə etməyi bacarmalıdırlar. Hara müraciət etməli olduqlarını bacarmalıdırlar. Yanlış ünvanlara yox, məhz onlara kömək edə biləcək insanlara ünvanlanmalıdırlar ki,
onlara kömək olunsun, dəstək olunsun. Amma mən düşünürəm ki, o məktəblərdə artıq sizin kimi qızlarımız yetişirsə, bir sizin kimi qız tutaq ki, bir 4-5 qıza təsir etmək gücündədir ən azından öz əhatəsində. Ətrafımız olur axı, padruqalarımız, eləcə də məktəbdə danışdığımız qızlar olur. Ona görə də belə də yaxşı qızlar olduğu üçün o birisilər də bundan təsirlənir. Bundan deyir ki, yəni o özünü müdafiə edə bilirsə, mən də edə bilərəm. Ona görə də daha çox məncə hər kəsə, sadəcə qızlara yox, eləcə də valideynlərə də bu proqramın daha yaxşı təsir edəcəyini düşünürəm. İnşallah bizə inanırıq və ona görə sizlər buradasınız. Yəni biz istədik ki, sizin fikirləriniz o belə deyək də məktəbin zalının divarları arasında qalmasın. Siz buradan da çağırışlar edə bilərsiniz. Və Gülay orada bir məsələyə də toxundu, telefondan istifadə məsələsinə. Biz təbii ki, artıq elm, texnika elə inkişaf edibdir ki, biz məktəblərdə yəni bu telefondan istifadə etməyə məcburuq, daha doğrusu evdə. Tutaq ki, məktəbdən müəllimlər WhatsApp qrupuna nəsə atır, nəsə göndərir və biz ümumiyyətlə ümumi müzakirələr məhz bu qruplarda gedir. Biz övladlarımıza telefon almaq məcburiyyətindəyik. Xüsusən də koronavirus dövründə bu daha belə deyim kütləvi hal aldı. Amma çox təəssüf ki, bizim uşaqlar telefonlardan belə deyim asılı qalmağa başladılar. Yəni hər birimizin evində bu uşaqlar var. Yəni normadan artıq istifadə, lazımsız tutaq ki, sosial şəbəkələrdən istifadə asılılıq yarandı və Gülay keçən dəfə orada dedi ki, mən telefondan qədərində, vaxtında, lazımında istifadə edirəm. Gülay, mən istəyərdim ki, sən elə öz yaşıdlarına tövsiyə edəsən ki, yəni bu telefondan necə istifadə etmək lazımdır? Telefondan ilk öncə, yəni yaxşı istifadə etmək lazımdır. Yəni hər bir təhsil alan hər bir qız telefondan ehtiyacı olur. Biz sizin nətəridir? Gelirsən, məsələn, kursa və ya hazırlığa gəldin, bir şey testdə anlamırsan, atırsan, məndə də olur. Müəlliməçi izah edir. Telefon yoxdursa, bu nətər olur? Telefonu iki cür işlədə bilərsən, yaxşı və pis. Yəni. Mənim üçün telefon işlətməyənlərə də baxın, yəni telefon işlədənlərə də baxın, o yaxşı işlədənlərə deyirəm. Görün onların düşüncələr arasında nə qədər fərq var. Telefon işlədən qızlarda daha irəliləyiş və yəni dünya görüşü daha çox olur əlbəttə ki. Amma telefon işlətməyən qızlar elə deyirlər, telefon pisdir, telefon elədir. Mahiyyətini anlamırlar. Anlamırlar, bəli. Çox heç bir şeydən anlamırlar. Nə cür istifadə etsinlər? Telefonda yəni bütün əlavə məlumatlar, dərs oxuyuruq, məndə də olur, bəzən anlamıram. YouTube'a yazıram, dərsin adını yazıram, izaha qulaq asıram. Dərs izahlarına baxın. Telefonda əlavə məlumatlar çox olur, baxın. Telefonda Google-dan istədiyiniz biz nətərdir? Telefona pis cəhətlərinə baxırlar. Telefonda yaxşı əsərlərimiz var. Girin telefonuna baxın. Səsli kitablar var. Çox öz. Yəni onları eşitdikcə, oxuduqca sənin dünya görüşün çox artır. Bəli, mən deyəm onu tövsiyə edərəm ki, telefondan yaxşı istifadə etməyə bacar. Demək ki, telefon pis deyil, düşüncələrimiz pisdir. Bəli. Düşüncələrimizi düzgün istiqamətləndirməliyik. Sənin nəsə fikrin var, yoxsa? Elə həmənki qaydada. Yəni telefondan bir çox müsbət cəhəti var telefonun. Onu da istifadə etməyə bacarmalısan. Bəziləri düşünür ki, eləcə də valideynlər, ay sənin qızın TikTokda gəzir, ay sənin qızın YouTube'a baxır, ay sənin qızın Instagram'a baxır. Onlara demək istəyirəm ki, telefon bundan asılı deyil. Eləcə də TikTok'a, Instagram'a, YouTube'a baxan qız pis qız olmur. TikTokda da, Instagramda da, YouTube'da da çox faydalı məlumatlar var. Birincisi, telefondan çox yaxşı bədii kitablar oxuya bilirsiniz. Elə məncə də. Mən oxuyuram özümdə. Telefonda bir çox yaxşı əlavə məlumatlar var. Dünya görüşümüzü artıracaq məlumatlar var. Yəni, telefonu niyə ki pis baxırsınız, onu başa düşmürəm. Məncə telefona yox, eləcə də bütün hər şey o qızdadır ki, o qız telefonu necə istifadə edirsə, yəni
o şəkildə fikir, düşüncə tərzi olur. İstər qızlarımız, istər oğlanlarımız ümumiyyətlə internetdən, belə deyim, sosial şəbəkələrdən faydalı da istifadə edə bilərlər, demək, faydasız da istifadə edə bilərlər. Bu da onlarda asıllıq belə deyim də, lazımsız istifadə etdikcə asıllıq yaranır onlarda. Yəni bunun özünü də sadı, zamanı olmalıdır. Yəni telefonu götürüm elə bütün gün ondan asılı qalım. Bu insanın səhhəti üçün də ziyanlıdır, insanın özü üçün də hər tərəfli, yəni ona zərərlidir. Amma yerində, zamanında dəyərləndirərək istifadə etdikdə biz ondan daha çox faydalana bilərik. Mənim də telefonum var, dərslərimi edirəm. Heç vaxt dərslərim mənim orada qala-qala, mən heç vaxt telefona baxmıram. Yəni dərslərini et, qutar, boş vaxt. Buna da zaman lazımdır. Bəli, zaman varsa baxın. İmtahan vaxtları 9 idi. Yəni o qədər ciddi rejimdə oxuyurduq ki, telefona heç vaxtım olmurdu. Bəzi yəni tanışlarım var ki, onlar oxumurdu, imtahana da hazırlaşmırdı. Ancaq mənə mesaj atırdılar ki, sən niyə heç vaxt çatda aktiv olmursan, elə belə. Mən deyirdim ki, imtahan yəni dövrüdür, ciddi hazırlaşmaq lazımdır ki, ən azından əziyyətimizi bəhəsini görək. Yəni telefonda müəyyən vaxtda baxmalısınız. Boş vaxtınız olur, əlbəttə ki, baxın. Pis yox, yaxşı cəhətdən baxın. Yəni dərslər orada qala-qala. Telefona baxmaq heç bəncə yaxşı bir cəhətdir. Elə imtahan dedi, telefonda imtahan ərəfələrində bir çox faydalı canlı yayınlar olur. Müəllimlərin keçirdikləri, imtahana hazırlıq, sınaqlar, sual-cavablar. Yəni onlara da baxa bilərsiniz. Niyə siz gedib xüsusilə də lazımsız şeylərə baxırsınız axı ki, insanlar da desin ki, telefon boş şeydir. Və onların özlərinin şuur altına da yəni mənfi təsirlər göstərir digər məqamlar. Çox gözəl qızlar. Bir məqama da istəyərdim münasibətinizi bildirəsiniz. Bu layihə haqqında bayaq qeyd elədim ki, rayon icra hakimiyyətinin təşəbbüsü ilə bu layihə bütün ümumi təhsil məktəblərini əhatə edir. Sizcə bu layihənin bir təsiri olacaqmı ümumiyyətlə? Yoxsa çəkilən zəhmətimiz hədər gedər və yaxud sizin nə əlavələriniz ola bilər o layihələri həyata keçirərkən? Məncə çəkilən zəhmət heç vaxt hədər getməz. Mən inanıram ki, bu layihənin bir çox insana faydalı olacağı, bir çox qıza artıq heç zorakılığa məcbur qaldıqda hara müraciət edəcəklərini öyrənəcəklər ən azından. Və burada layihə çox yaxşı bir layihədir. Yəni ki, bir çox insanın həyatını dəyişdirə biləcək böyük bir layihədir. Əlavələr də məncə ən çox şagirdləri bayaq da dediniz əslində. Şagirdləri çağırdıqda valideynlərlə də olsa bu görüşlər daha da yaxşı olar. İlk öncə bu layihənin hazırlanmasına hər bir kəs, əziyyəti olan hər bir kəsə mən təşəkkür edirəm. Bu layihəyə mən inanıram ki, qızlara və valideynlərə, bəzi valideynlərə çox təsir edəcək. Çox yaxşı bir layihədir. Bu layihədə yenə də əlavə olmasa siz hər bir şeyi çox sağ olun eləmişsiniz. Yəni əlavə olmasa dedi valideynlərlə, məncə bu olmalı, bir sinətər olmalıdır. Mən istəyərdim ki, həm valideyn, həm uşaq eyni yəni bir tədbirdə qarşılıqlı bu söhbətlər aparılsa məncə daha yaxşı olar. Bəli. Məsələn, övladlarının gözlərinin içinə baxa-baxa onların necə bir zorakılığa, necə bir cəhənnəmə atdıqlarını öyrənsinlər. Məncə yaxşı olur. Gözəl. Əlavə nəsə etmək istədiyiniz, nəsə demək istədiyiniz bir fikir, söz varmı? Mən qızlara demək istəyirəm daha çox. Qızlara buradan çağırış eləmək istəyirəm ki, özünüzü kiçik görməyin. Sizin arzularınız, istedadlarınız və ən əsas hüquqlarınız var. Bu hüquqları heç vaxt unutmayın. Əgər bilmirsinizsə də öyrənin. Çünki təhsil bizim ən böyük silahımızdır və bu silahı bizim əlimizdən heç kəs ala bilməz. Və valideynlər və bütün cəmiyyətə, qızlarının təhsil almasına qarşı olan insanlara da onu demək istəyirəm ki, unutmayın ki, təhsilli qadın təhsilli cəmiyyət deməkdir. Təhsilli cəmiyyət isə güclü cəmiyyətin təməlidir. Onlar hüquqlarını əlbəttə ki, bilməlidirlər. Bu onların ən böyük, necə deyim onu, haqlarıdır. Çox sağ olun qızlar, gəldiyiniz üçün sizə xüsusi minnətdarlığımı bildirirəm. Bir daha qeyd edirəm ki, mən inanıram ki, bu sizin gəlişiniz, cəsarətiniz bir çox qızlarımızın məhz sizin ardınızca getməsinə imkan yaradacaqdır. Və valideynlərə də səsləndiniz. İnanıram ki, valideynlər də o necə deyirlər, papaqlarını bir qarşılarına qoyub
yaxşı-yaxşı düşünəcəklər. Cəmiyyətə sizlər kimi qızlarda bəxş etmək olar. Belə deyim, erkən nigaha cəlb edilərək həyatı puç olmuş qızlarda. Çox sağ olun. Siz də çox sağ olun. Belə bir layihəni həyata keçirib və insanların həyatında əmin olun ki, çox böyük dəyişikliklərə yol açırsınız. Onları bir cəhənnəm alovundan çıxarırsınız. Çox sağ olun, gəldiyiniz üçün bir daha minnətdarlığımı bildirirəm. Əziz izləyicilər, sizdən soruşaq verilişini izləyirdiniz. Qonaqlarımız Afşar kənd 1 saylı tam orta məktəbin şagirdi Gülay Quliyeva və 3 saylı tam orta məktəbin şagirdi Ülviyə Aliyeva idi. Sağ olun, sağlıqla qalın.